Mən Məmmədova Gülsuğra Eldar qızı bu müraciətimdə sizə bildirmək istəyirəm ki, 2020-ci ildə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışmış yoldaşım rəhmətə getmişdi. O rəhmətə getdikdən sonra 2 övladım vərəsəlik hüquq qazanmışlar. Sonradan biz məhkəməyə müraciət etdikdə Səbail rayon məhkəməsində 3 il bizim işimiz, mülki işimiz davam etmişdi. Ancaq orada düzgün qərar çıxartmamışlar, ədalətli qərar çıxartmamışlar, qərəzli qərar çıxartmışlar. Sonradan biz apellyasiya məhkəməsinə müraciət etdikdə, apellyasiya məhkəməsində də eyni hallarla biz rastlaşdıq. Bildirmək istəyirəm ki, bizim işimiz hal-hazırda hakim Günay Axundovanın icraatındadır. Burada söhbət Mərdəkan qəsəbəsində yerləşən 10 sot, bax bu 10 sot bura kimi, burada da 3 sot torpaqdan gedir. Bu 4 vərəsə var. Bu vərəsələr arasında bu torpaq bölünməlidir. Ekspert qərar çıxardır ki, bu torpaq bölünmür. Ekspert də onu qeyd edir ki, bu torpağın yola çıxışı yoxdur. 10 sot, bura kimi 10 sot, bu da 3 sot. Bu da yola çıxışı var. Amma ekspert deyir ki, burada da başqa bir vərəsənin evidir. Bu 10 sot düşür bu vərəsənin torpağına. Bu adamın da buradan başqa yerə çıxış yolu yoxdur. Ancaq bildirmək istəyirəm ki, bu adamın 3-cü vərəsənin burada göstərirəm. Burada bu yoldur. Bu yolda gəlir, buradan çıxır ümumi yola. Bu yolu da həmin adam özü asfalt çəkdirib. Əvvəl bu elə-belə torpaq yolu idi. Bunlar bu evi alanda bu torpaqlar hələ alınmamışdı. Necə ola bilər ki, bu adam bu torpaq bunun olmayanda, bəs bu hardan evinə gəlib gedirdi? Əlbəttə ki, bu yoldan gedirdi. Çünki ekspert bunu bilir, ancaq özü qəsdən bunu qeyd eləmir. Yoldaşım rəhmətə gedəndən sonra bu vərəsə bu torpaqları da alıbdı. Bu torpaqlar da qarışıb bunun əmlaklarına. Bunlar hamısı bunundur. Yolu da ona görə o çəkdirib. Bu əmlak da onundur, 6 sot, bu əmlak da onundur. Onun arasından bu baseynlərdir, buradan da yol var. Bu da onundur. Ekspert deyir ki, bu adamın çıxışı yoxdur. Bu adamın arxa tərəfdən çıxışı var. Buradan isə bizim çıxışımız var. Bu 3 sotdur. 3 sotda da uşaqların vərəsə payı var. Bu 10 sotda da vərəsə payı var. Burada daha dəqiq göstərmək istəyirəm. Bax, bu 3 sot yola çıxır. 10 sot isə buradan belə gəlir. Hakim Günay Axundova burada çox qərəzli qərarlar qəbul eləyir. Biz 5 ildir bu məhkəmələrdə süründürməçiliklə qarşı tərəfin xeyrinə çıxan qərarlarla rastlaşıram. Çünki hakim keçən iclasda qiymətləndirməyə, bu əmlakların qiymətləndirməsi üçün müraciət edib. Mən şəxsən özüm qiymətləndirmənin adamını aparmışam, bu torpaqlara baxıb da, amma içəri buraxmayıblar. Qiymətləndirmə hakimə müraciət edib qeyd edir ki, burada 10 sotda bir tikili var. Bu da 10 sotun ərazisidir, bir tikili var. 3 sotda da biz orada olub, hakim də ora gedib ekspertlə. Burada da tikili var. Və qiymətləndirmə müraciət edir ki, bu torpaqların üzərində tikililər var. Bizə yenidən müraciət eləyin, qarşı tərəfə deyin, qapını açsın, biz o əmlakları görək, kvadratını, qiymətini sizə bildirək də, qiymət qoyaq ona. Hakim cavabında bu məktubda cavab göndərir ki, əmlakların nəzəri qaydada qiymətləndirilməsi və bazar qiymətinin dəyər müəyyən edilməsinə etiraz etmirəm. Nəzəri nə deməkdir? Nəzəridə qiymətləndirmə deyir ki, mən nəzəridə bilməyəcəm. O da qiymətləndirmir. Deyir, mən nəzəridə bilmirəm axı, bunun kvadratı nə qədərdir, bunun kvadratı nə qədərdir, bunun kvadratı nə qədərdir, necədir. Ancaq bunlar bahalı əmlaklar da burada. Hakim yenə burada qərəzli qərar qəbul eləyir. Dəfələrlə müraciət etmişəm, yoldaşımdan 2 maşın qalıbdı. 2 maşın etibarnamə olmadan, yoldaşımın adınadır, heç bir vərəsənin adına olmadan, qarşı tərəf o maşını 6 ildir 2 maşını istifadə eləyirlər.
Və halbuki burada maşının amortizasiyası pozulur, qiyməti aşağı düşür. Hakimə 24-cü ildə bir müraciət olunubdu. Hakim rədd cavabı veribdi, təmin etməyibdi. Bu ilin 26-cı ilin yanvar ayında, mart ayında bir də müraciət olunubdu. Yenə hakim, çünki 24-cü ildə hakim qeyd elədi ki, bu maşınların başqa adamlara verilmiş etibarnaməsi var. Etibarnamə var deyə mən təmin etməyibdi. Ancaq halbuki hakim çox yaxşı bilir ki, insan vəfat etdikdən sonra, şəxs vəfat etdikdən sonra etibarnamə avtomatik olaraq qüvvədən düşür. Sonra mən baş notarius idarəsinə müraciət edərək bu etibarnamələrin hamısını sildirmişəm sistemdən. Mart ayında bir də müraciət eləmişik və sistemə silinmə vərəqələrində sistemə yerləşdirmişik ki, bu etibarnamələr silinibdir. Çoxsunun vaxtı keçib, qüvvədən düşübdür. Buna baxmayaraq Günay Axundova yenə qərəzli qərar qəbul edərək bizim müraciətimizi təmin etməyibdir. Burada ekspert nəyi nəzərdə götürür? Ekspert deyir ki, yuxarıdan sistemdən, peykdən baxanda bu evin üzərinə kölgə düşür. Ekspert bunu özü kompüterdə çox çəkibdir. Əslində elə görsənmir. Yuxarıdan peykdən düşəndə bura kölgə düşür. Kölgəni ekspert nəzərə alaraq deyir ki, bu torpaq bölünmür. Halbuki burada məhkəmə əmlak idarəsindən çıxarış verən əmlak idarəsindən mütəxəssis çağırmalıdır. Onların GPS aparatları var. Onlar GPS aparatı ilə gəlib yerində bu torpaqların dəqiq bölgüsünü eləyə bilərlər. Koordinatlarını dəqiq deyə bilərlər. Bir də burada göstərmək istəyirəm. Əgər bu torpaq bölünməsə, torpağa bura düşsə, başqa adamın ərazisinə bu 10 sot düşsə, bu sənədi planlı torpaq sahəsinin planlı ölçüsünü, bir də bu çıxarışı, bu sənədi əmlak necə verə bilər bu vərəsələrə? Bu sənəd əgər başqasının torpağı, bu ərazi başqasının torpağına düşsə, əmlak bu sənədi heç vaxt heç kəsə verə bilməz. Ona görə də mütəxəssis çağırmaq lazımdır əmlakdan, ekspert rəyi ilə olmamalıdır. Ekspertin elə aparatı yoxdur. Mən orada olmuşam ekspertizada. Ekspert metrlə götürüb ölçür. Metrlə yer ölçülmür. Burada əmlakdan gəlmək, əmlak idarəsindən çıxarışı verən əmlak idarəsindən, reyestr idarəsindən gəlib yerində GPS aparatları ilə dəqiqliklə ölçməlidir. Əgər burada damına kölgə düşürsə peykdən, kölgə ilə yeri bölmürlər. Ekspert o kölgəni nəzərdə tutur, deyir ki, bura bölünmür. Hakimə dəfələrlə Günay Axundovaya müraciət etmişik. Heç biz 2 ildir orada bizim məhkəmə işimiz gedir. Günay Axundova dəfələrlə vəsadətlər vermişik. Heç birisini Günay Axundova təmin eləməyib. Ancaq qarşı tərəf nə desə, onun müraciətini o dəqiqə təmin eləyir. Mən buradan belə qənaətə gəlirəm ki, Günay Axundova qərəzli olaraq qanunsuz qərarlar qəbul eləyir və bu işə düzgün baxmır. Buradan Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət eləyirəm. Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova müraciət edirəm ki, hakim dəyişilməlidir, dəyişdirilsin və yerinə ədalətli bir hakim təyin olunsun və bu işə düzgün baxılsın. Bir daha xahiş eləyirəm ki, bu işi nəzarətə alsınlar və bu işi düzgün baxılmasında bizə köməklik etsinlər. Bundan əlavə olaraq mən dəfələrlə 5 il ərzində Daxili İşlər Nazirliyinin Yol Polis İdarəsinə müraciət etməyimə baxmayaraq, bu maşınlar, 2 maşın saxlanılmamışdır. Keçən il mən Daxili İşlər Naziri Vilayət Eyvazovun Facebook səhifəsinə yazdıqdan sonra dərhal Novxanıda Infiniti QX80 maşını saxlanılmışdı və Novxanı duracağına qoyulmuşdu. Lakin Mitsubishi Pickup L200 markalı maşın bugünə qədər saxlanılmamışdır. Bununla əlaqədar olaraq mən Bakı Şəhər Yol Polis İdarəsinə müraciət edərək, rəisin qəbuluna ərizə ilə müraciət edərək yazılmışdım. Lakin 8 ay keçməsinə baxmayaraq, bugünə kimi məni qəbula heç kəs dəvət etməmişdir. Buradan Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edərək,
Xahiş edirəm ki, bu maşının saxlanması haqqında Bakı Şəhər Yol Polis İdarəsinə göstəriş verilsin.